Aslan Süleymanoğlu Rzayev 1995-ci ildə Bakı şəhərində anadan olub. 2020-ci ildə Vətən müharibəsinə könüllü qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşüb. 13 oktyabrda Ərgünaş dağı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. O, vətənin dar günündə addım atan, dönməyən, qorxmayan oğullardandır. Aslan bir ömrün adı deyil, bir qəhrəmanlığın hekayəsidir. Aslan Rzayevin igidlik dolu hekayəsi Gülgəz Qasımzadənin təqdimatında.